Salam əziz abituriyentlər. Biz bugün sizinlə deməli DİM-in OTEK ilə birgə hazırladığı 20 sınağın, tarix sınağının ümumi sınaqdan 11-ci nömrəsinə baxırıq. Nömrə 11-ə baxırıq. Deməli birinci sualımız uyğunluq sualıdır. Orta Tunc dövrü ilə son Tunc dövrünə deməli Orta Tunc dövrü və son Tunc erkən dəmir dövrünə aid uyğunluğu soruşur. Ayaqla hərəkətə gətirilən duluq zarfından istifadə edilməsi son Tunc erkən dəmir dövrünə aiddir. Deməli A 2-yə uyğundur. Duluqçuluğun meydana gəlməsi ümumiyyətlə heç birinə uyğun hadisə deyil. Çünki duluqçuluq neolit dövründə meydana gəlib. C-də boyalı qablar mədəniyyətinin formalaşması. Boyalı qablar mədəniyyəti formalaşır Orta Tunc dövründə. C 1-ə uyğundur. İlkin şəhər mərkəzlərinin yaranması deməli D-də 1-ə uyğundur. Yenə Orta Tunc dövrüdür. İlkin şəhər mərkəzləri 1-ə C-dir. Y-yə baxırıq. Sənətkarlardan tacirlər qrupunun ayrılması. Bəli, son Tunc erkən dəmir dövründə sənətkarlardan tacirlər qrupu ayrılır. Deməli 1-ə C-dir, 2-yə A-Y, cavabımız D variantı. Brexit planı ilə Avropa Birliyindən ayrılan dövləti xəritədə müəyyən edin. Deməli yadınıza salın. Bu ümumiyyətlə Avropa Birliyi neçənci ildə yaranıb? Deməli 1957-də yaranır. İngiltərə ora, Böyük Britaniya 1973-cü ildə daxil olur. 2020-ci ildə də Brexit planı ilə oradan çıxır. Cavabımız D variantı. Manna hökmdarı Ahşerinin hakimiyyəti dövrü üçün səciyyəvi cəhət A-da yazılıb ki, Assuriya ərazilərinə hücum edilməsi. Bəli, siz Ahşerin hakimiyyəti dövrünə baxsaz, görəcəksiniz ki, Manna ərazisində Türk mənşəli Kimmer-Skit Sak tayfalarının deməli məskunlaşması onun hərbi qüdrətinin artmasına gətirib çıxarır. Həmçinin İskit hökmdarı İşbaka ilə olan işbirliyi müəyyən mənada müstəqil siyasət yürütməsinə gətirib çıxarır və o da Assuriyanın sərhəd qarnizonlarına hücumlar edir. 3-də cavab A variantı. 4-cü sualda deyir Karra və Amid döyüşlərinə aid oxşar cəhət. Karra və Amid döyüşlərinin illərini yadımıza salırıq. Sonra hansı qüvvələr arasında baş vermişdi bu döyüş? Onu xatırlayırıq. Deməli Karra eradan əvvəl 53-cü ildə Parfiya Roma qoşunları arasında olmuşdu. Və burada bu döyüşdə Atropatena qüvvələri Parfiya tərəfindən vuruşurdu. Amid döyüşü isə eramızın 359-cu ilində baş vermişdi. Sasanilərlə Roma imperiyası arasında. Deməli, fərqli cəhətlərindən deyimsə, Karra Roma Respublikasına aid olan döyüşdü. Amid isə Roma imperiyasına, sizə aldatmaq üçün biraz başqa formada istifadə edə bilərlər. Məsələn, Karra, Amid oxşarlıq A-da yaza bilərlər. Roma imperiyasına aid olan döyüşlərdir. Diqqətli olmaq lazımdır. Karra döyüşü baş verəndə Roma hələ imperiya deyildi. Eradan əvvəl 53-cü ildə baş verib. Baxırıq A variantında Alban qoşunlarının Sasanilərin müttəfiq kimi iştirak etməsi. Ümumiyyətlə Karra döyüşü zamanı Sasani dövləti mövcud deyildi. B-də müttəfiqlər tərəfindən Roma qoşunlarının məğlub edilməsi. Bəli, doğru cavab B variantıdır. Həqiqətən də Karrada, deməli, Parfiya, Atropatena qüvvələri, Amiddə isə Sasani və Alban qüvvələri qalib gəlmişdi Romalılara. 5-ə baxırıq, Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti dövrünə aiddir. Deməli, yadımıza salırıq 7-ci əsrin 30-cu illərindən 705-ci ilə kimi Mehranilər sülaləsi Albaniyada hakimiyyətdə olub. Hadisələr, hansı hadisələr ola bilər? A variantında yazıb ki, Bizans imperiyası ilə ittifaq bağlanması. Yadımıza salaq görək belə bir hadisə baş veribmi Mehranilər sülaləsinin hakimiyyəti dövründə? Bəli, baş verib. 654-cü ildə Cavanşir, Bizans hökmdarı Konstantinlə ərəblərə qarşı ittifaq bağlamışdı. Sonraki sualımız 6-da uyğunluğu müəyyən edin. 9-11-ci əsrlər Azərbaycan hökmdarlarıdır. Əbu Tahir və Əbləsvar Şaura aid. Biri Şirvan hökmdarı, digəri Şəddadilər dövlətinin hökmdarıdır. Beyləqanın Şəddadilər dövlətinə birləşdirilməsi bu hökmdarlardan heç birinə aid deyil. Səlcuq dövləti ilə müqavilə bağlanması. Bəli, Əbləsvar Şaur zamanında Səlcuq dövləti ilə müqavilə imzalanmışdı Bizans erməni gürcü feodallarına qarşı. B2-yə uyğundur. Müstəqil dövlətin əsasının qoyulması. Heç bir müstəqil dövlət yaratmayıblar. Onlar sadəcə olaraq həmin dövlətlərin hökmdarı olublar. Yəni A ilə C heç birinə uyğun gəlmir.
D'yə baxırıq, paytaxtın Şamaxıya köçürülməsi. Əbu Tahir köçürmüşdü bunu 918-ci ildə. Deməli, D 1-ə uyğundur. İqtisadi sahədə və orduda islahatlar keçirilməsi bu Əbüləsvar Şavura uyğundur. Gözdən qaçan yerdədir, dərslikdədir. Diqqətli olun. Başqa Azərbaycan hökmdarları ilə oxşarlıq verə bilər və orduda da islahatlar həyata keçirə Əbüləsvar Şavur. Deməli, 1-ə uyğundur D, 2-ə uyğundur B, Y, 1-ə uyğundur D, 2-ə uyğundur B, Y, C variantı. Hülakülər və Cəlalilər dövlətinə aid oxşar cəhət maraqlı suallardan biridir. A variantında Qızıl Ordu dövlətinin hücumuna məruz qalması fikri yazılıb. Həqiqətən də Qızıl Ordu dövlətinin hücumuna məruz qalıblar. Yəni Hülakülər onsuz da Qızıl Ordu dövləti ilə Azərbaycan uğrunda mübarizəsi olub təxminən bir əsr boyu. Cəlalilər burada sizi biraz çaşdıra bilər, diqqətli olun. 1359-cu ildə Azərbaycan çox hissəsi Təbriz tutmaqla Azərbaycan çox hissəsi Cəlalilər dövlətinin tərkibinə daxil edilir. Hətta 1367-ci ildə Şirvanı tabe etməklə Şeyx Üveys öz hakimiyyətini Şimali Azərbaycana da yaya bilir. Burada məsələ nədir? 1385-ci ildə Toxtamışın Azərbaycana yürüş etməsi var və həmin vaxt Azərbaycan Cəlalilər dövlətinin tərkibində idi. Bu da birbaşa Cəlalilər dövlətinə hücum etmiş olur Qızıl Ordu dövləti. Oxşarlıq A variantı. 8-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Hadisə, nəticə. Birdə yazılıb ki, 1435-ci ildə Təbriz yaxınlığında baş verən döyüşdə Şahrux qalib gəlir. Nəticədə Azərbaycan idarə edilməsini Cahanşaha tapşırılır. Bəli, bu doğrudur. 1447-ci ilə qədər Şahruxdan asılı vəziyyətdə, ümumiyyətlə Teymurlərdən asılı vəziyyətdə idarə olunur dövlət. 2-yə baxırıq, Venesiyanın vəd etdiyi hərbi donanma və odlu silah göndərməməsi, Ağqoyunluların məğlub edən Osmanlılar tərəfindən Trabzon tutulması. Bu yanlışdır. Bu Ağqoyunlu ilə Venesiya arasında odlu silah və hərbi donanma haqqında razılıq 1472-ci ildə əldə edilib. Amma Osmanlılar Trabzonu 1461-ci ildə tutub. Burada diqqətli oluruq. Üstə Cahanşahın Teymuri hökmdarı Əbu Səid ilə barışıq müqaviləsi imzalaması, Cahanşahın 1447-ci ildə müstəqil siyasət yeritməyə başlaması tamamilə bir-birinə zid fikirlərdə, hadisələr bir-birindən əvvəl olur. Məsələn, ilk yazılan hadisə Cahanşahın Teymuri hökmdarı Əbu Səid ilə barışıq müqaviləsi imzalaması 1359-dur. Deməli, 3-də uyğun deyil. 4-ə baxırıq, Azərbaycanda yarımkeçmə feodal əyanların qiyam qaldırması, Cahanşahın 1459-cu ildə Teymuri hökmdarı Əbu Səid ilə barışıq müqaviləsi imzalaması. Bəli, doğrudan da belə olur. Barışıq müqaviləsini imzalayıb Azərbaycandakı qiyamları yatırmaqla məşğul olur. 1-4. 5-ə baxırıq, Qızıl Ordu xanının Təbrizə elçi göndərərək cənub sərhədlərinin pozulmaması haqqında təminat alması, Moskva knyazının ittifaq təklifinin Həsən Padşah tərəfindən qəbul edilməməsi. Bəli, bu da doğrudur. Cavabımız 1-4-5. Yanınıza salın, 1475-ci ildə Moskva knyazı 3-cü İvan Ağqoyunlu sarayına elçi göndərmiş. Lakin 3-cü İvan elçisindən əvvəl artıq Qızıl Ordu xanı cənub sərhədlərinin təhlükəsizliyinin təminatını sözünü almışdı. 1-4-5, Y variantı 8-də. 9-a baxırıq, Şah İsmayıldan fərqli olaraq Şah 1-ci Təhmasibin hakimiyyəti dövrü fərqli deməli, hadisələri soruşur. Hər ikisinə uyğun olan hadisələri götürmək olmaz. Xorasan uğrunda özbəklərlə mübarizə, hər ikisinin dövründə ümumiyyətlə özbəklərlə mübarizə Xorasan uğrunda olub. Deməli, bir yanlışdır. 2 Osmanlı dövləti ilə sülh müqaviləsi imzalandı. Bu, 1-ci Təhmasibin zamanındadır. Çünki Şah 1-ci İsmayıl Osmanlı dövləti ilə sülh müqaviləsi imzalamayıb. 1-ci Təhmasib Amasya sülh müqaviləsini imzalayıb 1555-ci il may ayı. 3-də Amudəryadan Fərat çayına qədər ərazi Səfəvi imperatorluğuna daxil edildi. Bunun konkret bu bir döyüş nəticəsindədir. 1510-cu il Mərv döyüşü nəticəsindədir. Deməli, bu da İsmayılın dövrünə aiddir. 1-3-ü doğru cavab kimi götürə bilmərik. 1-3-ü doğru cavab kimi götürə bilmərik. Gələk, baxaq. 4-də Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Bəli, Şah 1-ci Təhmasibin zamanında Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoyulur 1538-ci ildə. Cavabımız 2-4 A variantı. Ona baxırıq, deməli 17-ci əsrin ikinci yarısında olan bəyliklərin mərkəzi şəhərlərini soruşur, mərkəzlərini soruşur. Deməli, Qarabağ bəylərbəyliyində Gəncə, Çuxursətdə İrəvan, Şirvanda isə Şamaxı idi bu bəylərbəyliyin mərkəzləri. Deməli, onda cavabımız B variantı. Sonra 11-ci suala baxırıq. Xronoloji ardıcıllıq, Vestfaliya sülh müqaviləsi imzalanması. Siz burada xronoloji ardıcıllığı bu testi işləyərkən xronoloji ardıcıllıqla bərabər həmin sülhün
şərtlərinə də fikir verin. Mütləq, ümumiyyətlə 30 illik müharibənin nəticələrinə ciddi şəkildə fikir verin. Sonra ABŞ 1648-ci ildə Vestfaliya sülhü. İkincidə ABŞ-ın konstitusiyasına hüquqlar haqqında bill adlanan düzəliş əlavə edilməsi 1791-dir. Buna da mütləq burada xronologiya kimi verilməsinə baxmayaraq hansı yeniliklər olmuşdu, ona fikir verin. Baxırıq, Parisdə bağlanmış sülh müqaviləsi ilə İngiltərənin ABŞ-ın müstəqilliyini tanıması. Bu 1783-cü il Versal sarayında bağlanan müqavilədir. Onun da şərtinə mütləq fikir verin. 4-də İngiltərədə şanlı inqilabın baş verməsi 1688-ci il. Deməli, burada da bu hadisədən sonra hansı yeniliklər olur, parlamentli monarxiya, nəticədə kralın hakimiyyəti necə məhdudlaşdırılır, bu şeylərə mütləq fikir verin. Baxırıq 1, 4, 3, 2 cavabımız A variantı. 12-də Osmanlı hökmdarı Orxan Qazinin hakimiyyəti dövrünə aid olan hadisələri soruşur. Baxırıq, paytaxt nədir, köçürülməsi bu Sultan 1-ci Murada aiddir. Deməli, biri götürmürük. Osmanlı ordusunun Çirmən döyüşündə qalib gəlməsi, bu da yenə Sultan 1-ci Muradın hakimiyyəti dövründə 1371. Serbiyanın Osmanlı dövlətinin asılığı qəbul etməsi, yenə də bu Çirmən döyüşü nəticəsində olmuşdu. Sultan 1-ci Murad dövrünə aiddir. Deməli, 1-2-3-ü çıxanda yerdə cavabımız 4-5 qalır. Baxırıq, Maltepe döyüşündə Bizans qoşunu üzərində qələbə qazanılması, bəli, 1329 və dövlətin paşalıqlara və sancaqlıqlara inzibati cəhətdən bölünməsi həqiqətən də Orxan Qazinin zamanındadır. 4-5 D variantı. 13-ə baxırıq, Azərbaycan SSR-də baş vermiş hadisələrin yerini dəyişdikdə düzgün xronoloji ardıcıllıq alınır. 1-də kəndlərdən ərzaq vergisinin yığılmağa başlanması, yeni iqtisadi siyasətə keçdikdən sonra Azərbaycanda əvvəlcə könüllü çanaq vergisindən istifadə olunur. Sonra 1 il sonra, deməli 1922-ci ildə bu ərzaq vergisi alınmağa başlanılır. Azərbaycan SSR-nin ilk konstitusiyası isə 1921-dir. Deməli, 3-də bütün mülkədar və vəqf torpaqlarının müsadirə edilməsi haqqında dekret bu Azərbaycan SSR yarandıqdan təxminən 1 ay sonradır, yəni 1920-ci ilin may ayında verilən dekretlər arasındadır. Kollektivləşdirmə əleyhinə üsyanlar isə 30-cu illərdir. Deməli, burada 1 ilə 3-ün yerini dəyişəndə xronoloji ardıcılıq düzələcək. A variantı 1 ilə 3 yerini dəyişməlidir. Sonra 14-cü suala baxırıq. Erkən orta əsrlər türk dövlətləri Avropa Hun dövləti və Ağ Hun dövlətini verib. Erkən orta əsrlər türk dövlətlərinə də fikir veririk. Onların oxşarlıqlarına, fərqli cəhətlərinə, dövlət idarə edilməsi forması, kimlərə qarşı mübarizə aparıblar, diqqətli oluruq. Deməli, Sasanilərlə müharibə aparılması Avropa Hun dövlətinə aid deyil. Çünki buna hazırlaşarkən Atilla vəfat edir. A-nı çıxırıq. A olan variantlar avtomatik çıxır. A, B, C. Yəni, doğru cavab kimi götürülə bilməz. Baxırıq B-yə 5-ci əsrin 2-ci əsrində süqut etməsi, bəli, daha doğrusu 470-ci ildə süqut edir. Atilla'nın vəfatından sonra hakimiyyət uğrunda mübarizə, şahzadələr arasında mübarizə və tabi edilmiş xalqların üsyanları nəticəsində süqut edir. Bizansın illik xərac ödəməyə məcbur edilməsi, bəli, Avropa Hun dövləti Bizansı illik xərac ödəməyə məcbur etmişdi. B-C. B-C ilə bir variantdadır, D variantı. Baxırıq A Hun dövlətinə. Daha doğrusu 5-ci yüzilliyin ortalarında Sasanilərə qarşı qalibiyyətli müharibələr aparıb. Bəli, qalibiyyətli müharibələr aparıb Türkistan ərazisində öz torpaqlarına qatmışdı. Sonra da hətta daha doğrusu Heratı da ələ keçirmişdi. Sonra Eftatilər dövləti kimi tanınması, bəli, 5-ci əsrdə Eftal xan hakimiyyət dövründən sonra Eftatilər dövləti kimi də tanınırdı Ağ Hun dövləti. Deməli, 2-yə də AC, 1-ə BC, 2-yə AC cavab D variantı. 30 illik müharibələrin nəticələrindən biri, deməli, yadımıza salırıq 1618-1648-ci illərdə Avropa dövlətləri 30 illik müharibə, dini müharibələrin sonuncusu hesab olunur və bu müharibənin gedişində İngiltərə iştirak etmir, nəticədə də üstünlük İspaniyadan Fransaya keçir. Həmçinin Almaniyada daha doğrusu siyasi dağınıqlıq bir qədər də güclənir və bundan istifadə edən knyazlar feodal qaydalarını yenidən gücləndirirlər. 15-də cavabımız Y variantı. 16-da Azərbaycan Xalq Cumhuriyyətinin ikinci hökumətinin fəaliyyətinə aiddir. Deməli, bir müddət qanunverici səlahiyyətləri də həyata keçirməsi, bəli, çünki Milli Şura öz istefasını verir, yəni fəaliyyətini dayandırdıqdan sonra ikinci hökumət kabineti qanunverici səlahiyyətləri həyata keçirir. Parlament fəaliyyətə başlayana qədər, daha doğrusu parlament fəaliyyətə başlamamışdan əvvəl Milli Şura öz fəaliyyətini bərpa edir.
Amma yəni ikinci hökumət kabineti bir müddət qanunverici səlahiyyətlərini də həyata keçirmişdi. 16-da cavabımız A variantı. 17-yə baxırıq. Deməli, eradan əvvəl 6-cı yüzilliyin əvvəllərində Afinada Solon islahatlarının nəticəsi. Solon islahatlarını yadımıza salırıq. Ümumiyyətlə o tarixi dövrü yadımıza salırıq. Demoslar, aristokratlar arasında mübarizənin səbəbləri nə idi? Solon islahatları barışdırdı və Solon islahatların mahiyyəti nədən ibarət idi? Baxaq, deməli, hər bir vətəndaş dövlət idarəçiliyində istənilən vəzifəni tutma hüququ qazandı. Bu Periklin zamanında idi. Eradan əvvəl 443-cü ildə Perikl strategik seçildikdən sonraki hadisədir. B-yə baxırıq. Vətəndaşların hüquq və vəzifələri onların əmlakına uyğun müəyyən edilməyə başladı. Bəli, Solonda var idi. Vətəndaşların hüquq və vəzifələri onların əmlakına uyğun müəyyən edilməyə başlandı. Bu, Solon islahatlarının nəticələrindən biri idi. Cavabımız 17-də B variantıdır. Baxaq, deməli, 18-ci suala Eyler-Venn diaqramıdır. 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycanda neft sənayesi ilə əlvan metallurgiya sənayesinin Eyler-Venn diaqramına uyğun sual kimi tərtib ediblər. Baxırıq, ilk inhisar birliyin yaranması. Bu, neft sənayesində 19-cu əsrin ikinci yarısında ilk inhisar birliyi yaranmışdı. A 1-ə uyğun olacaq. Xarici kapitalın daxil olması 19-cu əsrin ikinci yarısında hər iki sənayedə xarici kapital daxil olmuşdu. Yəni B oxşar cəhətdir. 3-də B olacaq. Milli kapitalın üstünlüyü təşkil etməsi heç birində milli kapital üstünlüyü təşkil etmirdi. Burada bir qədər diqqətli olmaq lazımdır. Pambıq sənayesi idi, ondan sonra balıq sənayesi idi. Bunlarda milli kapital üstünlüyü təşkil edirdi. Neft və əlvan metallurgiyada milli kapital üstünlüyü təşkil etməyib. Alman kapitalının əsasında inkişaf etməsi, bu isə əlvan metallurgiyaya aiddir. Deməli, 2-yə də D uyğun olacaq. Y-yə baxırıq, iltizam sisteminin ləğv edilməsi, bu isə uyğundur neft sənayesinə. 1872-ci il fevralın 19-udur səhv eləmirəmsə iltizam sistemi ləğv edilmişdir. 1-ə A, Y, 2-yə D, 3-ə B, cavabımız B variantı. 19-da Pinsen sazişinin şərtlərinə aiddir. Yadımıza salırıq, Pinsen ümumiyyətlə neçənci ildə hansı dövlətlər arasında imzalanıb? Eradan əvvəl 200-cü ildə Çinlə Böyük Hun dövləti arasında imzalanıb. Mete'nin zamanıdır. Eyni zamanda da Çini Xan sülaləsi idarə edir. Xan sülaləsinin hökmdarı hər il xərac ödəməyi öz öhdəsinə götürürdü. Bəli, 1 doğrudur. 2-yə baxırıq, Çinin cənub əraziləri Hun dövlətinə verilirdi. Yanlışdır. 3, Çinin ticarət yolları Hunların nəzarətinə keçirdi. Bəli, 1-3 doğrudur. 1-3-ün verildiyi cavab D variantı 19-da. Deməli, 20-ci suala. 20-ci sual sülhün ən ağırlı məqamlarından biri isə 15-ci maddə idi. Bu maddə Qacarların daxili əyalətlərində yaşayan əhalinin Rusiyaya sərbəst köçməyə falan filan. Yəni, bu söhbət Türkmənçay müqaviləsindən gedir. Mətndə bəhs edilən müqavilənin Gülüstan müqaviləsi ilə oxşar cəhətini soruşur bizdən. Baxırıq, A variantında 19-cu yüzilin 1-ci rübündə Rusiya Qacarlar müharibələrinə son qoyulması. Bu oxşar cəhət deyil. Çünki Türkmənçay 1-ci rübündən sonra 2-ci rübündə imzalanmış müqavilədir. B-də Qacarlar dövlətinin Rusiyaya hərbi təzminat ödəməsi, bu da hər ikisində yəni oxşar cəhət verilə bilməz, bu da yanlışdır. Xəzər dənizinin Qacarlar dövlətinin daxili dənizi kimi tanınması, bu da yanlışdır. Əslində Xəzər dənizində üstünlük Rusiyanın əlinə keçirdi. D-də baxırıq, Xəzər dənizində hərbi donanma saxlama hüququnun yalnız Rusiyaya məxsus olması. Bəli, həm Gülüstanda, həm də Türkmənçay müqaviləsində hər ikisinə aid nümunə var idi. Yəni, oxşar cavabımız D variantı. 21-ə baxırıq, 19-cu əsrin ikinci yarısında İrəvan və 20-ci əsrin əvvəllərində Bakı şəhərinə aid oxşar cəhət. A-da yazılıb ki, müəllimlər seminariyasının fəaliyyətə başlaması. Bəli, doğru cavabdır. Müəllimlər seminariyası başlamışdı fəaliyyətə 19-cu əsrdə. 1881-ci ildə İrəvanda başlamışdı. 20-ci əsrin əvvəllərində də Bakı şəhərində. Cavabımız A variantı. 22-yə baxırıq. Deməli, 20-ci yüzilliyin əvvəllərində ABŞ-da Theodore Roosevelt'in daxili siyasətinə aiddir. Yenə də siz qarışdırmayın bu daxili siyasətlə xarici siyasəti. Daxili siyasətə aiddir. Daxili siyasətə aiddir deyib, xarici siyasəti A variantına atar və diqqətsizlik edib səhvə yol vermiş olarsınız. Bir qədər şərti diqqətli oxumaq lazımdır. B-yə baxırıq, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi istiqamətində ilk addımlar atılması. Bəli, trestlər əleyhinə qanunlar və dövlət tərəfindən tənzimlənmə məsələsi bu Theodore Roosevelt'in hakimiyyəti dövrünə aiddir. 22-yə B variantı.
23-də 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun Qarabağda antiterror əməliyyatları keçirməsinin səbəbləri, birə baxırıq Ermənistanın rəsmi şəkildə Azərbaycan ərazi bütövlüyünü tanımaqda imtina etməsi. Belə bir səbəb yox idi, bu yanlışdır. 2-yə baxırıq Xankəndindəki hərbi xuntanın qondarma Dağlıq Qarabağ Respublikasının yaradıldığını elan etməsi. Belə bir elan da yox idi və ona görə başlamamışdı bu antiterror əməliyyatları. Deməli, 3-ə baxırıq, Rusiyanın sülh məramlı qüvvələrin müvəqqəti nəzarətində olan ərazilərə Ermənistanın qeyri-qanuni yollarla əsgər və silah göndərməsi. Bəli, bu məsələ daim dəfələrlə Azərbaycan tərəfindən narazılıqla və narahatlıqla qarşılanmasına baxmayaraq, Rusiya sülh məramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərə lazımı belə deyək, nəzarət edə bilməməsi və yaxud da etmək istəməməsi buna imkan vermişdi. 4-ə baxırıq, qanunsuz silahlı birləşmələrin şəhər və məntəqələri davamlı olaraq müxtəlif silahlardan atəşə tutması. Bəli, bu da doğrudur. 3, 4, 5-ə baxırıq, qanunsuz silahlı birləşmələrin mina terroru həyata keçirilməsi. Bəli, bu səbri daşıran məsələlərdən biri bu mina terroru idi. Hətta bir neçə mülki şəxs və hərbçilərimiz bu mina terrorunun qurbanı olmuşdu. Cavab 3, 4, 5. 24-də Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının fəaliyyətinə aid oxşar cəhət. Yəni, bu tipli suallara hazır olun, qəbulda da düşə bilər, diqqətli oluruq. Təbrizdə konsulluğun açılması. Bəli, doğru cavabdır. Təbrizdə konsulluq açılmışdı 1920-ci ildə AXC zamanında. 2004-cü ildə Azərbaycan Respublikası həmçinin Təbrizdə konsulluq açmışdılar. Bir doğru cavabdır. 2-yə baxırıq, konstitusiya əlavə və düzəlişlər qəbul edilməsi. Ümumiyyətlə, AXC-nin zamanında konstitusiya qəbul edilməmişdi. Burada diqqətli olaq. 3-ə baxırıq, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində tədbirlər. Bəli, hər ikisində erməni vandalizmi nəticəsində qaçqın və məcburi köçkün düşmüş vətəndaşların problemlərinin həlli istiqamətində tədbirlər görülməsi hər ikisi üçün ortaq cəhətdir. 1, 3. 4. Torpaq islahatı nəticəsində kəndlərin pulsuz torpaqla təmin edilməsi. AXC-də bu məsələ öz həllini tapmadı. 4 yanlışdır. 5-ə baxırıq, Türkiyə Respublikası və Gürcüstanla hərbi müdafiə paktının imzalanması. Diqqətsiz şagird bunu da düz cavab kimi götürə bilər. Halbuki Azərbaycan Xalq Cümhuriyyəti zamanında Türkiyə Respublikası mövcud deyildi. Bilirsiniz ki, Osmanlının süqutu nəticəsində, daha doğrusu konkret ili var Türkiyə Cümhuriyyətinin yaranmasının 1923-cü ildə bir qədər diqqətli olmaq lazımdır. Doğru cavablar 1, 3. 25-ə baxırıq. Deməli, 1919-cu ildə fəaliyyətə başlayan Paris Sülh Konfransında tətbiq edilən mandat sisteminə aid deyil. Mandat rejimi qalbi dövlətlərin ərazi ilha etmələrinin bir alternatifi oldu. Bəli, yeni müstəmləkəçilik siyasəti hətta adlandırdılar bunu. Bir doğrudur, biz aid olmayanları götürəcəyik. 2-yə baxırıq, Fransa mandat sahibi ola bilmədi, yanlış cavabdır. Yəni, belə bir şey yox idi. Cavablardan biri 2. Baxırıq, 3-ə Almaniyanın müstəmləkələri olan yaxın şərqdəki ərəb torpaqları bəzi qalib dövlətlərə verildi. Bu da yanlışdır. Osmanlı mülkləri olan ərəb torpaqları qalib dövlətlərə verildi. Deməli, 2, 3. İngiltərə həmçinin onun dominionları mandat, bəli, 4 var idi. İngiltərə və həmçinin dominionları mandat sahibi oldular. 1, 4 aiddir, 2, 3 aid deyil. Cavab 2, 3. 26-ya baxırıq. Deməli, xəritə bir qədər aydın düşməsə də baxırıq. Deməli, xəritədə rəqəmlərlə verilmiş rayon mərkəzlərinin işğaldan azad edilməsinin xronoloji ardıcıllığını müəyyən edin. Deməli, burada hansı rayonlarımız verilib? Verilib Cəbrayıl, Füzuli, Ağdam və Kəlbəcər. Əvvəlcə Cəbrayıldır, 4 oktyabr, sonra Füzulidir, 17 oktyabr, 4-3. Daha sonra 10 noyabrda imzalanmış 3 tərəfli bəyanata əsasən Azərbaycanın digər 3 rayonu qaytarılır. Ağdam, Kəlbəcər, Laçın. Deməli, xronoloji ardıcıllıq belə olacaq. 4, 3, 2, 1. 27-də uyğunluğu müəyyən edin. 2-ci xaçlı yürüşü, 3-cü xaçlı yürüşü. Deməli, baxırıq, Müqəddəs Roma İmperatorunun İngiltərə və Fransa krallarının iştirakı ilə başlandı. Bu, 3-cü xaçlı yürüşüdür. 2-yə A uyğundur. Daha doğrusu A 2-yə uyğundur. Mosul hakiminin Edessanı tutmasına cavab olaraq baş vermişdi. Bu, 2-ci xaçlı yürüşü. Yəni, B 1-ə uyğundur. Roma papası 3-cü İnnokenti bu 4-cü xaçlı yürüşünə aid olan hadisədir. Ümumiyyətlə, heç birine aid deyil. Səlcuqlarla mübarizədə məğlubiyyətə uğraması bu 2-ci
xaçlı yürüşüdür. 1-ə uyğundur. B, D. Baxırıq Təbəriyə gölü yaxınlığında döyüşdə Misir hökmdarı Səlahiddin Əyyubinin ordusu tərəfindən məğlub edildi. Bu üçüncü xaçlı yürüşünün buna görə, yəni səbəbidir. Təbəriyyədə sələbçilər məğlub oldu deyə üçüncü xaçlı yürüşü təşkil olunmuşdur. Ona görə Y uyğun cavab deyil. Deməli, 1-ə uyğun oldu B, D, 2-ə uyğun oldu A. Doğru cavab. Situasiya suallarına keçirik. Deməli, 28-30-cu suallar situasiya suallarıdır. Dini düşmənçiliklərə və dövrü müharibələrə baxmayaraq Xristian Avropa İslam dünyasından çox şey öyrəndi. Həm Yunan elminin və fəlsəfəsinin qorunub saxlanması, həm də Hindistan və Çin kimi uzaq ölkələrin elmi və kənd təsərrüfatı, bilik və texnologiyasının Avropaya çatdırılması İslam dünyasının işidir. 15-ci yüzilliyin birinci yarısında Avropada geniş təsirləri olan iqtisadi və texnoloji inkişaf, quru və dəniz ticarətində genişlənmə baş verdi. Avropa iqtisadiyyatının əsas canlılığı və onu daha çox ticarət və yeni resurslarla təmin etmək axtarışı, deməli 15-16-cı əsrlərdə Avropa ekspansionizminin əsas hərəkət verici qüvvəsini yaratdı. Böyük coğrafi kəşflərlə bağlı olan hadisələrdir. Mənbədə bəhs edilən hadisələr nəticəsində başlayan tarixi prosesin adını yazın. Bu böyük coğrafi kəşflərdir. Bəhs edilən 29-cu sualda deyir, bəhs edilən tarixi prosesin səbəblərdən ikisini yazın. Səbəblər, deməli, Osmanlı işğalları səbəblərdən biri idi. Çünki Osmanlılar Asiyadakı işğalların nəticəsində xüsusən də Konstantinopolun tutulmasından sonra Avropanın şərqlə ticarətinə ağır zərbə vurulmuşdu. Çox gömrük haqqı alınırdı. Digər tərəfdən Avropalılar şərq ümumiyyətlə zərif parçalarına, ədəbiyyatına qeyri-adi dərəcədə maraq göstərirdilər və şərqlə ticarəti genişləndirmək istəyirdilər. Səbəblərdən biri odur. Digər səbəb, məsələn, burada özündə də bir səbəb yazılıb. Məsələn, Avropa iqtisadiyyatının əsas canlılığını və onu daha çox ticarət və yeni resurslarla təmin etmək axtarışı. Məsələn, səbəblərdən də biri bu idi. Bunu yaza bilərsiniz. Bəhs edilən tarixi prosesin nəticələrindən ikisini yazın. Tarixi prosesin nəticəsi kimi böyük coğrafi kəşflərin nəticəsində nə oldu? Xatırlamalısınız. Dünya ticarəti yarandı. Ticarət dənizlərdən okeana keçdi. Dünya ticarətində Genua və Venesiyanın mövqeyi zəiflədi. Həmçinin müstəmləkə işğalları dövrü başlandı və yaxud da yeni kənd təsərrüfatı bitkiləri ilə Avropa tanış oldu. Bu kimi nəticələrdən yaza bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Hər hansı bir qüsurumuz olsa da üzrlü hesab edin. Gələcək imtahanlarda da son dərəcə diqqətli olmağınızı tövsiyə edirəm. Çox sağ olun.